Sürücülük imtahanında axıra qalan həmin o iki bəxti qara sual. Diqqət edin, tələbə bütün suallara doğru cavab verir. Diqqət edin, ekran yaşıldır. Amma bu iki suala cavab tapa bilmir. O qədər həyəcanlıdır ki, və vaxt daralır, vaxt da daralır. Diqqət edin. Amma tələbə sən unutma, Rıza müəllim sənə hər şey öyrədib. Sən suallarda bir açar söz tapmalısan. Açaq sualların birin. Diqqət elə, deyir, diqqət edin, yol ayrıcının bu yerində dayanmağa icazə verilirmi? Yol ayrıcı. Üç tərəfli yol ayrıcı. Yadınızdadırmı? Müəllim sizə necə demişdi? Üç tərəfli yol ayrıcında ortada nələr olmalı idi ki, burada dayanıb durmağa icazə verilsin? Dialoq qur. Sual şəkillidirsə dialoq qur. Ortada bir bütöv xətt olmalı idi və ya qoşa xətt olmalı idi və ya bütün ayrıcı zolaq olmalı idi. Görürsənmi onları burada? Görmürsən. Görmürsənsə deməli qadağandır, dura bilməz, dayana bilməz orada. Baxaq, icazə verilir? Xeyr, icazə verilmir. Doğru cavab ikinci variant. Dialoq qurmağı bacarmaq lazımdır. Baxaq. Təbriklər, siz artıq sürücülük vəsiqəsini əldə edibsiniz.